Salam aziz dostlar. YouTube video paylaşmışam. Yorum gəlibdi. Baxın. Zəhmətli. Erməni mənə yorum atıb. Erməni. Şərəfsiz erməni mənə yorum atıbdı. Baxın. Baxın. Ne erməni? Erməni mənə yorum atıb ki, yorum atıb, pis söz yazıb mənə. Mana yazmışam. Baxın, görürsünüz. Azərbaycan box. İyi çaşdım. Ermənistan box. Azərbaycan güclü. Erməni box yazmışam. Sonra da o mənə Hangisi erməni? Sonra da o mənə yazıb ki, baxın. Erməni bayrağı deməli 2, 4, 5 dənə erməni var. Ürək yazıb, güclü yazıb. Azərbaycan bayrağını qoyub burada. Onu bilmirəm nə demək. Baxın. Öz ölkəsini tərifləyib. Güclü də deyir. Aya. Sən denən ki, siz dördünüzü bəyəm. Bizimkilə Qarabağı azad eləyəndə silahzadı 50 nəfər, 20 nəfəri görəndə qorxusundan şalvarı düşə qaçıb gelmirdi bəyəm. Hə? 20 nəfərdən qorxub qaçırdı 50 nəfər. Siz də öyrüzü bəyəm Qarabağdan o sıra gedirdiniz. Hə? Özünə güclü yazıb. Aya. Azərbaycan sizin ölkəyə hücum eləsə, inan Allaha, bilmirsiniz ki, sizdən birini belə sağ qoymaz. Bu nə deməkdir yazıbsınız? Baxın, ay dostlar, kim bu sözü tərcümə elə bilirsə, zəhmət olmaz tərcümə elə yoruma yazsın da. Mən erməni birinin dilini bilmirəm. Əgər kim azda da olsa bilirsə, bu sözü tərcümə eləsin. Deməli yazıb ki, anasun hayas da. Yəqin ki, çox pis söz söyləyib də. Ana söz yəqin ki. Kim bunun tərcümasını bilirsə, zəhmət olmasa bir də tərcümasını yazsın. Tərcümə elə yaza bilərsiniz yoruma. Mən ona yazmışam ki, Azərbaycanda bəziləri Rus dilini biləndir. Bizimkilər Azərbaycanda. Yəqin ki, o da Rus dilini bilər deyə mən yazmışam. Rusca. Suka bilə. Bayraq. Sonra bu meyvə. Bunu yəqin ki, bilərsiniz. Adını çəkmirəm. Yəqin ki, başı düşdünüz də. Ermənistana yazmışam. Ay Azərbaycanlılar. Ey gözəl Azərbaycan ölkəsinin gözəl insanları. Azərbaycanın xətrinə bu videoda bəyənib, abunə olub, yorum yazmağı unutmayın. Xahiş edirəm. Abunə olub, bəyənin. Bəyənin, görək kim Azərbaycanın tərəfini tutur. Ermənistanı sevməyənlər yoruma yazsın. Görək erməni necə insandır. Erməni öz beynimizdə, öz xəyalımızda necə təsəvvür edirsiniz? Zəhmətinizi yoruma yazın və kanalımı bəyənib abunə olmayı unutmayın. Gördüyünüz kimi videoya yazmışam ki, Azərbaycan kralı, üstünə kral tacı qoymuşam. Ermənistan bayrağının üstünə box işarəsi, box smanliki qoymuşam deyə mənə belə pis söz yazıb. Əgər Azərbaycanını sevirsinizsə, bəyənib abunə olmağı unutmayın. Görüşənədək.